Əlil arabasında olmağın dezavantajları. Heç yerə tələsmirsən. Onsuz da gedəsi yerin yoxdur. Pilləkənlər, dar qapılar, bardürlər, sərt eniş və yoxuşlar sənin üçün Everest zirvəsidir. Səni dilənçi bilib pul uzadırlar. Sən də 50 manatdan aşağı götürmürəm deyirsən. Hökumət kömək edir. Sadəcə yaşamaq üçün yox, həm də sağ qalma təcrübəsi üçün. Qız zəng edib, evdə təkəm, gəl deyir. Orhan, həyatım. Lift olmayan binaya səni 4 nəfər kələ qaldırır. Zibil atmağa, çörək almağa gedirsən. Maşallah. Deyirlər ki, maşallah, çox güclüsən. Səni zorla motivasiya simvoluna, obyektinə çevirirlər. Sənə baxıb öz hallarına şükür edirlər.